Bugün ayın 18 idi. Ana arını bugün həbs edirik. Artıq yerləşdirmişik bura. Demək, bu gördüyünüz yeşik 2 mərtəbədir, 8 ramka üstədir, 12 ramka aşağıdadır. Buradan demək 1, 2, 3 ramkansa 9 ramkanın 9'unda bala var. Bir günlük toplumlar var, larva var, çıxacaq var. İndi bunu bax belə çıxacaqdır. Bunu keçirdirəm yuxarı qoyacağım Allah qoysa. Bunu da ortaya yerləşdirəcəm indi. Bunu eksperiment edirəm ki, görüm necə olacaq. Ana hal-hazırda buradadır. Burada. Bunu özüm düzəltmişəm, o videoda göstərilən kimi. İndi bunu yerləşdirməsinə baxaq. Bir dəqiqə fazla ver. Demək, ananı yerləşdirdik, buraya tən ortaya qoyuruq. Tən ortaya. Dediyim kimi 12 ramka aşağı idi, 8 ramka yuxarı idi, cəmi 20 ramka var idi. Ona görə də ikisini də qaldırdım yuxarı, 10 ramka burada qoyuram, 5'i burada, 5 bu tərəfdə. 10 ramka da yuxarıda qoyuram, beləcə üstü qoyuram bura. Belə yoxlayaq görək, bu nə effekt verir. Başqa fikir olanlar bununla bağlı, təcrübəsi daha çox olanlar, nə düz eləməmişik, əgər məsləhət varsa deyə bilərlər. Hələlik, sağ olun. Verəcək. 10 ramka yuxarıda oldu, 10 ramka aşağıda oldu. Ana yerləşdirildi birinci mərtəbəyə, ortaya, düz deşiyin qabağına. Bu da bu qaydadır. Böyləcə bağlayırıq, yoxlayırıq, görək nə effekt verəcək. Dediyim kimi, hal-hazırda iyunun 18-idir. Demək, aşağı birinci mərtəbədə 9 ramkanın 9'unda da bala qoyma var idi. Larva, bir günlük toplum, sonra çıxacaq. Onların ikisini qaldırdım yuxarı, qalanları qoydum aşağı. 21 gündən sonra çox güman ki, belə deyirik də, bütün bala qoyma hamısı qutaracaq burada 21 gündən sonra. Ondan sonra görə vəziyyət yaxşı olmalıdır deyilənlə. Biz də yoxlayaq, təcrübə eləyək və paylaşaq. Bugün ayın 22'sidir. Demək, ana qəfəsə saldığımız həmin bu ailədir. Üstündən 4-5 gün keçib. Baxaq görək necə olur. Üstə verdiyimiz larvalı şeydir, ramkalar idi. Yəni, baxıram larvalar var. Allah hələ məmə qoymuşlar burada. Məmə qoyursa müddət azdır, 4 gün, hələ 4 gün yarım keçib belə deyək. 18-i bugün ayın 22'si. Şimdi aşağıya baxaq görə aşağıda vəziyyət nətərdir. Artıq birinci mərtəbəni qaldırırıq, baxırıq qəfəsimizə. Görək, ana buradadır, sağdır. Görə bildik mi? Ana buradadır. Mən görürəm, siz ola bilsin görmürsünüz. Ana buradadır. Sağdır ana. İşçilərdə onun başına toplaşıb. Döndürebilirsin. Birinci mərtəbədə də burada artıq larvaların üstünü bağlayırlar. Amma məmə qoyma yoxdur. Ana yeri hazırlanmır hələ ki. 8 gün keçmiş bu müddətdən yenə baxışıq. Bütün larva örtülənə qədər bir dəfə də izləyik. Əslində 8 gün keçmiş izlənməlidir. Mən özüm darıxdığımdan izləyirəm. Burada da bir günlük toplumları sulandırıblar, larvalar var. Amma məmə qoyma yoxdur. Ya ana kifayət edir içəri, ya da hələ tezdir. Burada setkaya yaxın olan, qəfəsə yaxın olan belə. Bugün ayın 26'sı.
bugünkü bu qutuda, bu ailədə ananı qəfəsə salmışdıq, həbs eləmişdik ayın 18-də. Üstünə tam 8 gün keçir. İndi baxırıq, məmələr varsa ana məmələrini ləğv edirik və qutu beləcə davam edir. Qutuda demək 20 ramka var, 10 aşağıda, 10 yuxarıda. Bu qaydada bu 2 ramkanı yuxarı qaldırmışdıq. Burada larvalı, yəni toxumlu şeylər idi, ramkalar idi. Heç bir məmə yoxdur hələ ki. Ramka təmiz örtülü idi, demək balı ilə, üstü örtülü balalardan. İndi artıq çıxıblar, balalar da çıxıblar buradan. Burada heç bir məmə yoxdur. İndi aşağı mərtəbədə ananın durumuna baxaq. Aşağı mərtəbədəki ramkalara baxaq. Deyim ki, 9 ramkada bala var idi burada. 9 ramkada birinci mərtəbədə. Mən bir günlük toxumlar var, üstörtü ramkalı üstörtüləri əsasən yuxarı qaldırmışdım. Aşağıdakiler hamısı larvalar, bir günlük toxumlar idi. Baxaq, oradakı durmada baxaq. Birinci mərtəbə. Burada indi səbətimizi qaldıraq. Ana səbətini qaldıraq, anaya baxaq. Ana buradadır, toplaşılan yerdədir ana. Bakın. Hadi bak, ananı bak burada görürəm, ananın qarnını bak burada görsənir parmağımın başında. Ana buradadır. Həm digər ramkalara baxaq, görək onlarda ana qoyma varmı, məmələr varmı, bu şeylərə baxaq. Bak burada hələ də bağlanmayan larvalar var, 8 gün keçməsinə baxmayaraq. Burada da bir dənə məmə qoyub, amma bu yalancı məmədə bunu ləğv elədik. Başqa bir məmə yoxdur. Yandır. Burada da erkek gözləri var, hələ bağlanmamış. Larvalar açıqdır, amma məmələr yoxdur. Bu ramkada da artıq heç bir larva yoxdur, hamısı tutlardır. Yəni heç bir məmə qoymada yoxdur. Burada bir dənə məmə qoyma var, bu da yalancıdır, içi boşdur. Bu da axırıncı ramkamız, bu da tam baladır, üstü bağlı baladır. Tam üstü bağlanır. Heç bir məmədən söhbət getmir. Ondan sonraki de divar ramkasıdır. Orada da heç bir ümumiyyətlə toxum bala qoyma yox idi. Bununla da yəni yekunlaşır. Yəni göründüyü kimi ana qəfəsə salınıbdır, ortada yerləşdirilib. Buradakı 5 ramka sağındadır, 5 ramka solunda. Bax beləcə. Ana qoyulub bax bura, belə bir qəfəsdə. Tam deşiğin ortasında. Demek 2 ramka balalı yuxarıdaydı, qalan 7 ramka da aşağıdaydı. Heç bir ana qoyma yoxdur. Amma hal-hazırda açıq larva bir neçə nə var. Görünür, ona görə bir dəfə də açmalı olacağım. Amma olmasaydı, açıq larva qalmasaydı baxma fikrim yox idi. Bundan da yekunlaşmaq istəyirdim. Bu günlərim iyunun 26-dır. Bizdə bal süzümü avqustun 1-də, 2-sində bu vaxtlarda olur. Ona qədər heç bir şey eləməyəcək. Bir də avqustun 2-sində balı süzüləcək və gənəyə qarşı dərmanlama olacaq və qışa hazırlıq başlayacaq. Vəssalam, bu qədər. Sağ olun.